Bu yaxadan oyun bitdikdən sonra həmkarlarımız bilirlər, Tural Bayramova müsahibəsinin yaxınlaşdı. O bizdən xahiş etdi ki, bəs mən çox müsahibə verirəm, uşaqlarıma vaxt vermək istəyirəm, vaxt verə bilim də var. Həqiqən də o bazıda çox vaxt kesilir, çox mu yüklənir, sizə səbəb nədir? Süper, inanın ki, mən bəzən belə deyək də, bizim komandanın deyək də, bizim futbolçularının iş gücünə baxanda bəzən belə yazığım gəlir desəm, biraz bəlkə ağır hallanar, ağır adlanar, amma ümumən belə yəni istəyirəm ki, bəzən onları bir ay belə buraxmağa ki, gedib futboldan uzaq olur. İnan ki, onlar üçün heç də asan deyil, çünki bu futbol özə ki, biz istənilən turnirdə, istənilən onu biz nəticə verməliyik. Yəni, şükür olsun Allah, komanda elə bir yerə gəlib çıxıb ki, yəni burada həm Çempionlar Liqası olsun, həm bizim öz çempionatımız olsun, həm klub olsun, həm milli komanda olsun. Yəni, bunların bir normal bir istirahət vaxtı yoxdur. Gedirlər, evdə yatdılar, səhər durdular, gəldilər, bazı yenidən eyni təkrar. Yəni, bura nəinki fiziki güc, hətta psixoloji yəni çatdırmır. Çünki mən özüm məsələn belə deyək də, baş məşqçi olaraq mənim üçün yəni heç asan deyil. Hansı ki, mən o fiziki gücü görüb edən məsələn hiss etmirəm, hansı ki, başqa yöndə mənim işim gedir. Yəni, onları başa düşmək lazımdır. O uşaqları başa düşmək lazımdır. İnanın ki, zaten onlar kimin üçün oynayır ki, bizim üçün, xalqımız üçün, ailəsi üçün. Çox adam var ki, bəli, fikirləşirlər ki, mən də futbolçu olmaq istəyirəm, mənim də övladım futbolçu olsun, mənim də oğlum futbolçu olsun, amma inan ki, belə, bunlar sanki seçilmiş insanlardır. Döyülən də onlar, söylən də onlar, hər tərəfdən, yəni nəsə bir çalışma olursa, həm media tərəfdən, azarkeş tərəfdən, rəhbər tərəfdən, məşqçi tərəfdən, bəlkə də böyük valideyn tərəfdən onların üzərindən gedilir. Onlar çox böyük belə təzyiqlərə məruz qalırlar. Ona görə onları başa düşmək lazımdır və əksinə mən həmişə onu gedirəm ki, biz çalışıb bu futbolçuların yanında olmalıyıq, bunları qorumalı, saxlamalıyıq. Allah üstə öz futbolçularımızdan, hansı ki, məsələn, bugün yenə gedirəm ki, istər Rami Şeydarov olsun, istər Musa olsun, istər digərlər olsun, hansı ki, bunlar oynamadıqca bunlar öz idman formasından uzaqlaşırlar. Bunlara psixoloji təzyiq, yəni həddi artıq çoxdur. Ona görə biraz belə elə məqamlar var ki, bəlkə ola bilər ki, hansısa bir məqamda sizdən kobud danışanlar isə onları başa düşmək lazımdır. Çünki onların bu əsərləri bəzən yerində olmur. Belə inşallah gələn dəfə gələn müsahibələrə rəhbərlik. Başlı sağlığınıza. Çox sağ olun. Sağ olun.